Herkese selamlar. Bugün Türkiye Milli Komandası ile beraber bir kariyere edirik. İlk önce 2025. yıldan bu oyuna start veririk ve qeyd edək ki, 2025-ci ildə bizə Dünya Çempionatının seçmə mərhələsi və konfrans Millətlər Liqasındakı bəzi oyunlar gözləmiş olacaq. Bu hazırlıq oyundur və hazırlıq oyunda İngiltərə ilə qarşılaşdıq. İngiltərəyə qarşı hazırlıq oyundan keçək. Real Madrid qələbə qazanır. Daha sonra da Albaniyaya qarşı bir hazırlıq oyunumuz var idi və hazırlıq oyununda Albaniya ilə qarşılaşdıq. Bu maçlara 0-0'la bir bərabərlik qeyd alınır. İspaniyada çempion olmuş olur. Və Türkiyə millisinin rəqibləri bəlli oldu. Dünya çempionatına getmək üçün İtaliya, Slovakiya, Bolqarıstan və Farolar ilə qarşılaşacaq və görək Türkiyə millisi ilk üç içərisinə girməyə müvəffəq olacaq yoxsa yox. Təbii ki də dünya çempionatında iştirak etməkdir 2026-cı ildə. Bunun üçün isə yaxşı da bir heyətimiz var əslində, optimal heyətimiz var və dünya çempionatına getmə şanslarımız kifayət qədər yüksək qiymətləndirirəm. Elə isə gəlin vaxt itirmədən maçlarımıza keçək. İlk maçlarımızda Farolar ilə qarşılaşdıq. Farolara qarşı oyunda Çağlar Söyüncü Enes Sünal 2 gol attı və 3-0 hesablı qələbə ilə bərabər dünya çempionatının seçmə turuna startı vermiş olduq. Yılmaz sarı kart, kırmızı kart aldığı üçün növbətində iştirak edəcək. Onun yerine isə Kerem Aktürkoğlu əksəriyyətə girdi. Növbət turda isə Bolqaristanla qarşılaşır. Türkiyə Milli Komandası 4-5-2 taktiki sxemi ilə oynayır əsasən oyunlarını. Bunu dəyişmək olar əslində. 4-3 taktiki sxeminə keçmək olar. Bolqaristan qarşı oyunda 1-1 bərabər qalıb xal itirdik və bu xal keçi bizi dərin düşünməyə məcbur etdi. Çünki bu taktiki sxemdə Türkiyə millisi ilə uğurlu iş görmür, onu görmüş olduq. 4-3 taktiki sxemindən keçmək qərarı aldım. Bu zaman Hakan Çahanlar da gülər. Aktürkoğlu, KFC və Enes Sünal killəri daha çox görmüş olacağıq. Keçək yarımımıza növbəti turda isə İtaliya ilə qarşılaşdıq. İtaliyaya qarşı oyun səfərli idi və səfərdəki oyunda 0-0 bərabər qaldı. Biz bu gün üçün yaxşı bir hesabdır. 5 qeydəki xalımız var. 3-cü ilk növbəti turda isə Slovakiya ilə qarşılaşırıq. Slovakiya maçı çox vacib oyundu bizim üçün. Çünki Slovaklar da ikincidirlər. Onları deyirlər keçmək lazımdır. Ona görə qələbə qazanmaq şərt idi və Slovakiya qarşısında 2-1 hesablı qələbə qazanmağa müvəffəq oldu və bu qələbədən sonra artıq Türkiyə millisi 8 xalla ikinci pilləyə çıxmış olur. Növbəti turda Faradlarla qarşılaşacağıq. Faradlarla qarşı oyunda, evdəki oyunda təbii ki də qələbə qazanmaq şərt idi. Amma təzki 0-0 bərabər qaldı. 9 dənə zərbəmiz var, heç birisi də qol olmayıb. Bu xal ikisindən sonra artıq 9 xalla yenidən aşağı pilləyə düşdü və Bolqaristana qarşı növbət oyunda və Bolqaristana qarşı oyunda qələbə qazanmaq şərtdir. Kerem Aktürkoğlu fərqlənir və qələbə qazandıq. 12 xal topladıq ikincilik və İtaliya ilə qarşılaşırıq. İtaliya maçı çox vacib oyundu bizim üçün. Çünki İtaliyaya evdə qarşılaşırıq. Evdəki oyunda qələbə qazansaq İtalyanlara keçmək şansımız var idi. Andrea Cambiaso fərqlənir. Təəssüf ki İtaliyaya 2-1 uduruq. Bu fürsətdən istifadə edə bilməz. Slovakiya son turda qarşılaşır və özü də səfərdə qarşılaşır. Gəlin bunu simülyasiya edək. Heç olmasa ikinci olma şanslarımız üçün Abdülkerim Bardakçı, Enes Ünal fərqləndilər və Slovakiyaya 3-0 hesabı ilə qalib gələn Ay Ulduzlular adını ikinci olmuş oldular və ikinci oldu dünya çempionatının play-off'unda iştirak etməyə haqq əldə edəcəyi. Play-off oynayacağıq. Görə play-off'un ardından dünya çempionatına getməyimiz mümkün olacaq. Yoxsa yox. Hazırda milli qeyd ki 5-ci olub öz qrupunda. Həmişə olduğu kimi yenə əla performansımızı göstəririk. Keçək artıq play-off'lara. Həyatın durup play-off oyunları bizlərə şübhəsiz gözləyəcək və bu play-off'da Ukrayna ilə qarşılaşırıq. Bu play-off əslində Millətlər Liqasının B liqasından yüksəlmə oyunudur və burada Ukrayna ilə qarşılaşmada ilk oyunda 1-1 bərabərə qalmış olduq. İkinci maçımız da var. İkinci maça çıxmamışdan əvvəl ikinci maça indi çıxırıq və Türkiyə millisi Ukrayna ilə qarşılaşdı və Ukrayna ilə qarşı oyunda Enes Ünal fərqlənməsi ilə bərabər Türkiyə Milli Komandası Millətlər Liqasında A liqasına vəsiqə qazanmış oldu. Və indi İsveç ilə qarşılaşacağıq. İsveç Milli Komandası ilə oyunumuz var. Dünya çempionatına getmək üçün İsveçlilərlə qarşı play-off'un ilk tur oyunlardır bu və müləsə edək. İsveç oyununun səfərdə olması bizim üçün mənfi xüsusiyyətdir. Amma Dinkçinin attığı gol sayəsində Türkiyə millisi qələbə qazanır və play-off'un ikinci turuna vəsiqə qazanmış olur. İkinci tura rəqibimiz isə Polşa olacaq. Gəlin Polşa ilə maçı da simülyasiya edək.
Türkiye milli komandası üçün vacib oyunlardan biri daha reallaşır. Kenan Yıldızı sol canaha qoyum, o daha yaxşı və perspektivli oynayacaq orada deyə fikirləşirəm. Və kimlisi Polşaya qarşı Fərdi Kakadoğlu, Kenan Yıldız fərqləndilər və Türkiyə milli komandası Polşaya 2-0 hesabı ilə qalib gələrək dünya çempionatına getməyə haqq qazanmış olur. Və belə ki, artıq biz bu bölümündə sonuna gəlmiş olduq. Türkiyə millisi ilə 2026 dünya çempionatı bölümündə görüşmək ümidi ilə indi sizlərə sağollaşıram. Sağ olun, salamat qalın.